Yanımda Bakı Qartalları komandasının baş məşqçisi İsmet Hüseynov var. Komandanız bugün meydanda bir beraberlik ve bir de böyük hesablı qələbə qazandı. Düşünceleriniz nelerdi? Açığı mən komandama inanırdım və məşqdən əvvəl də motivasiya vermişdim. Çünki bu oyunda uduzsaydıq, həqiqətən ruhdan düşmək var idi. Amma bundan sonraki oyunda bir həftədən sonra olacaq. Onda da qalib gələcək inanıram. Tunar və Ömərdən gözləntilərim var idi və qol vurdular. Bundan sonraki oyunlarda da qalibiyyət gözləyirəm. Komandama həmişə inanmışam. Bundan sonra da inanacağam. İnşallah hər şey yaxşı olacaq. Yeni, bundan sonra uğurlar komandama. Yanımızda Bakı Qartallarının baş məşqçisi Murad var. Qarşılaşma ilə bağlı neler düşünürsən? İki qarşılaşmada da olduqca inanlı performans göstərdi oyuncularınız. Ben oyuncularıma çok sağ ol deyirəm. Çok sağ olsunlar. Bugünkü oyunda çok döyüşkən oyun getdi. Balacalar da nisbətən böyüklərə köməklik elədilər. Bir-birinə poddeşik olub oyunumuzu apardılar. Birinci taymda düzdür. Biraz səhvlərimiz oldu. Biraz uşaqlar səhv elədi. Amma ki, bunlar keçəsi bir şeydir. Oyuncularımla qürur duram. Yaxşı olacaq. Bundan sonra da güvənlə olaraq inşallah daha da zirvədə gözləyirəm uşaqlarımızı. Bu qədər. Yanımda Bakı Qartallarının benzeması 9 nömrəsiyle Salih var. Qarşılaşma ilə bağlı neler düşünürsən? Ben bu oyuna yaxşı gəlmişdik. Komandamla hazırlaşdıq hər gün. Və bu qalibə gəlməyimiz üçün çox yaxşı idi. Benim həm məşq yoldaşım, həm də olan Adnan həm bir qol vurdu, həm də bir asist etdi mənə. Hər şey üçün çox təşəkkür edirəm. Müəllim İsmet Hüseynov və Murad müəllimə hamısına təşəkkür edirəm. Yanımızda Bakı Qartallarının genç uluslarından 13 nömrəsiyle Zahid var. Bugün müdafiədə hiçbir rəqibi geçit vermedi. Neler düşünürsən qarşılaşma ilə bağlı? Oyunlarım mənim müdafiə yoldaşım Rəsul da çox yaxşı oynadı. Böyüklərdə çıxış etdi. Yaxşı bir performans göstərdi takımla. 7-3 hesabı ilə qalib olduq. Balacalarda da 2-2 bərabərə qaldıq. Məncə bu maç yaxşı oldu. Bütün takım arkadaşlarıma uğurlar. İnşallah qalibiyyətlər davam edəcək. Bu qədər. Yanımızda qalibiyyətin memarlarından daha biri Kamil 8 nömrəsiyle. Bugün möhtəşəm bir gol geride aldın. Neler düşünürsən? Bu oyun yaxşı keçdi. Müəllimlərim sağ olsun, yaxşı məşq keçdi və qalibiyyət aldıq. Və inanırdım ki, udacağıq və çox maraqlı oyun keçdi. Mən bir asist elədim, asistə Yusuf elədim. Yaxşı oynadık. Yanında Bakı Qartallarının daha bir ulduz oyuncusu 14 nömrəsiyle Tunar var. Qarşılaşma ilə bağlı düşünceleri nelerdir? Məncə yaxşı oynadı, komandam çox yaxşı oynadı. Biz əvvəlcədən bu oyuna hazırlaşırdıq. Müəllimlərim də sağ olsun, bütün komanda sağ olsun, yaxşı oynadıq biz. Yanımda müdafiənin daha bir dağına çevirən təqiblərə qorxu salan Rəsulullah. Qarşılaşma ilə bağlı neler düşünürsən? Salam, bu oyun çox maraqlı keçdi. Böyüklərlə oyun getdik, balacalarla oyun 2-2 qutardı. Mən 2 oyunda da çıxış etdim. Özümü tərifləmək kimi olmasın, amma deyirlər ki, yaxşı oynadım. Balacalarda müdafiə yoldaşım Zahid, böyüklərdə isə müdafiə yoldaşım Orxan, ikisi də yaxşı oynadılar. Onları da təbrik edirəm. Özüm bir gol, bir asist, bir gol katkısı elədim. Oyun haqqında fikirlərim bunlardır. Yanımda Bakı Qartallarının kapitanı Ömərdir. Ömər, qarşılaşma ilə bağlı neler düşünürsən? Bir gol da qeyd aldın. Onsuz da bilirdik ki komandamı udacağıq və udduq. Böyük bir şərəfdir mənim üçün. Bilirdik onsuz da. Oyunun gedişatını qabaqcadan biz danışmışdıq. Bu qədər. Hamı çox yaxşı oynadı. Tunar da 2 qolla fərqləndi. Mən də bir qol vurdum. Kamil, demək onlar hamısı da vurdu. Amma qalib gəldik. 7-3 hesabıyla bu qədər. Yanında Səfat futbol komandasının genç ulduzu Ramal Əsgərov var. Qarşılaşmada 3 gol qeyd aldın. Möhtəşəm bir oyun sərgiledin amma məğlubiyyət qaçılmaz oldu. Neler düşünürsən oyunla bağlı? Oyun çox yaxşı keçdi. Uduzmağımıza rağmen yaxşı oynadı. Əzmkarlıq apardı. Kim uduzduq bu sözü? Yanında Səfat futbol komandasının dağ müdafiəçisi Rəşid Rəvazadədir. Qarşılaşma ilə bağlı düşünceleri nelerdir? Bəli, yaxşı oynadıq, amma məğlubiyyət tutanmadık. Belə oynamağımız yaxşı idi, momentimiz var idi. Prosta qazanamadık. Amma hər komanda yaxşı oynadı. Yanında Səfat futbol komandasının genç Messisi
Mehdi Əmirov var. Qarşılaşma ilə bağlı düşüncələri nələrdir? Yaxşı oynadılar, biz yaxşı oynadılar. Onlar biraz bizim böyüdünüz. Şut 2-2 bitti. Yaxşıydılar. Komanda uğurlar hazır edin. Onlar da yaxşı oynadılar, biz de yaxşı oynadılar. Böylerde uduzu şey olmaz. Onlar böyüdüler, balacalardan. Biz balacaydık. Onlar biraz böyüdüler, defansları. Ama şu 2-2 bitti balacalardan. Şey olmaz. Yanında Səbat futbol komandasının gənc uluslarından biri Yusif Kərim. Onunla bağlı nələr düşünürsən? Oyun yaxşı idi. Hər iki komanda yaxşı performans göstərdi. Məğlub olan tərəf biz olduq, amma yaxşı oynadıq.